6 fevral 2026-cı ildə Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında tanınmış nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacı Qəni Camalzadənin 70 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirildi. Yubiley mərasimində tanınmış ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri, media nümayəndələri, eləcə də yubilyarın ailə üzvləri və yaxın dostları iştirak edirdi. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi açıq elan edərək, yubilyarı Azərbaycan Yazıçılar Birliyi rəhbərliyi və üzvləri adından təbrik etdi. O, Hacı Qəni Camalzadənin çoxillik yaradıcılıq yolundan, onun əsərlərinin bugünkü və gələcək nəsillər üçün əhəmiyyətindən söz açdı. Son dövrlərdə o çox aktualdır, məhz o manna media dövrü, həmin dövr ki, yəni bizim ərazimizdəki o dövlətçilik ənənələrinin qaldırılmağı, onun dünya səviyyəsində təbliğ olunmağı və dünya səviyyəsi demişkən, Qəni müəllimin bir üstünlüyü də sadəcə mən əsəri yazdım, bununla işini bitmiş hesab elədi, bu deyil. Yazıların, ədəbiyyatın təbliğində də çox fəaliyyət olub, aktiv fəaliyyət olub, əsərləri bir çox xarici ölkələrdə çap olunub. Daha sonra natiq mərasimə aparmaq üçün sözü tanınmış tənqidçi Əsəd Cahangirə verdi. Əsəd Cahangir çıxışında Hacı Qəni Camalzadənin yaradıcılığına geniş nəzər salaraq, yazıçının nəsrində mövzu zənginliyini, bədii düşüncə tərzini və milli mənəvi dəyərlərə bağlılığını xüsusi vurğuladı. Tədqiqatçılar üçün əvəzsiz bir mənbədir o. Mən onun doğulduğu mühit, ailə mühiti, ilk dəfə çap olunmağı və s. bütün mərhələləri öz əksini tapır orada. Hər adama nəsib olmurdu Sovet vaxtı onun gənc yazıçının ilk kitabı seriyasından kitabı çıxsın. Bu çox çətin bir məsələ idi. Amma 85-ci ildə səhv eləmirəmsə, Yaxşı Olanın Dayısı adlı kiçik heykəllərdən ibarət, satirik heykəllərdən ibarət Qəni müəllimin bir kitabı da nəşr olunubdur. Sonra daha bir kitabı nəşr olunub. Sonra Qarabağ hadisələri başlayır və Qəni müəllim qələmi silahla əvəz edir. Ardınca söz yubiley tədbirinin iştirakçılarına verildi. Tanınmış tənqidçi Vaqif Yusifli, yazıcı Elçin Hüseynbəyli, əməkdar jurnalist Zenfira Məhərrəmli, şairlərdən Güləmayıl Murad, Sərvaz Hüseynoğlu, Şəfəq Sahibli, Dayandur Sevgin, Elza Seyidcahan, Elşad Can Şamil, yazıcı Arzu Nehrəmli və digər çıxışçılar Hacı Qəni Camalzadənin zəngin yaradıcılıq hissini yüksək qiymətləndirərək, onun Azərbaycan ədəbiyyatındakı özünə məxsus yerindən danışdılar. Çıxışlarda yazıçının əsərlərinin oxucu auditoriyasında yaratdığı təsir və ədəbi mühitə verdiyi töhfələr xüsusi qeyd olundu. Tədbir çərçivəsində Hacı Qəni Camalzadənin yubiley münasibəti ilə nəsr olunmuş, çox ciddilik seçilmiş əsərlərinin də təqdimatı baş tutdu. Toplu, yazıçının uzun illər ərzində qələmə aldığı ən dəyərli nümunələri bir araya gətirməsi baxımından ədəbi hadisə kimi dəyərləndirildi. Tədbirin sonunda yubilyar Hacı Qəni Camalzadə tədbirin təşkilində əməyi keçənlərə və mərasim iştirakçılarına dərin təşəkkürünü bildirdi. Onu təşəkkür edirəm ki, gəlmisiniz, təşəkkür edirəm ki, vaxtınızı sərf eləmisiniz, təşəkkür edirəm ki, deyilənlərə qulaq asmağa məcbur olmusunuz. Amma lazımdır da, bu da lazımdır. Çox sağ olun, təşəkkür ederim.